Abi İskenderov. İskenderov Nəbi. Bu Məhəmmədin oğludur da bəs. Hə, Quşçular kəndindəndir, əmoğludur. Gel yaşın geri çekin. 69-cu il təvəllüddür. 93-də də şəhid olub. Allah rəhmət eləsin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah da sizdən razı olsun qardaşlar. Bu əziyyətdir, əziyyət çəkirsin. Əlbəttə hər birimizin borcudur. Şəhidlərimiz üstə gəlir, ona görə də rahat gəlir. O dağı, qayanı, təpəni, bax belə gəlir bu maşın elə bir ki, düz asfaltla gəlir. Bu əmoğlunun nətər deyim, elə bil rayonun əlaqədən biraz uzaqdır deyə, retki hallarda, hə. Biz hərkəndə gələndə yad eləyirik başqa, amma sizin yad eləməyiniz bir başqadır. Allah köməyiniz olsun. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı, uzun ömür versin Allah. Var olun. Və bu saat Nəbinin həm atasının, həm anasının ruhları şad olan gündür bugün. Çünkü şəhidi yad eləmək, şəhidi yaşatmaq deməkdir. Bir yerdə işləmişik. Məhəmməd kişidə. Allah rəhmət eləsin. Cəmi şəhidlərimizin dəyişənlər rəhmət eləsin. Cəmi şəhidlərimiz Allah rəhmət eləsin. Amin inşallah. Amin inşallah. Cəmi şəhidlərimizə bir daha rəhmət eləsin. Can sağlığı versin. Allah əskərlərimizi, zabitlərimizi qorusun. Amin inşallah. Allah ordumuzu, dövlətimizi, millətimizi qorusun. Prezidentimizi qorusun. İnşallah. Qorusun ki, amin. Amin inşallah. Bəli, bəli, bəli. Xalqımız Allah'a əmanət olsun. Amin.